cavab verin. Banklar Və ya sənədsiz ola bilsə ki, onun heç tutaq ki, övladının bəlkə təsiri yoxdur. Bəlkə övladının təsirindən lazım. İki seçim edib mənim qarşımda. Banklar sənədsiz evlərə kredit verirmi? Çətin sualdır. Normalda Bilmirəm, bunu nasıl cavab ha tamam, verirsiniz? bunu hesab edirəm üçümüz də cavablandıra bilərik. Siz üçün də yenə cavab verəcəksiniz. Mən tək icazə verirsinizsə cavab verim. Nə olursunuz siz? Bax qoymursunuz. Qoymursunuz, cəmaət oturub sizə qulaq asır. Hə, buyurun. Sənədsiz evlərə kredit verirmi? Normalda banklar sənədsiz evlərə kredit vermir. Amma bir halda ki, pul sahibi bankdır, istədiyi adama evi olmasa da belə kredit ayıra bilər. Yəni bu hesab edirəm banka. Yəni bank ev soruşur. Təcrübəyə əsaslansaq yox. Hə? Bəlkə sualları seçirəm. bankda da elə yaranan problemlər oldu ki, Həqiqətən sual belə idi ki, yəni mənim məmlakim sənədi yoxdur. Mən görəsən banka müraciət edib mənə Elə yazıb. verirlərmi? Yəni o giro predmeti ola bilməz. Bir yazıb ki, elə bu evlərin o sənəd verilməsinin iqtisadi effekti də ən çox elə ona görədir ki, insanlar sənədli ev olsa gələcəkdə onu likvidlik kimi istifadə edir. Sənədsiz evlərlə bağlı suallar ard-arda gəlir. Deməli, Abram bəy, biri yazıb ki, ərazi olaraq qazlaşdırma ilə bağlı bax suallar daha çoxdur. Mən ümumiləşdirirəm, amma indi bir nəfər Samir adlı bir izləyici yazıb ki, qonşularımızın hamısında qaz var, bizim artıq qaz çəkməsinə icazə verilmir.